Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Ağıllı bir insan öz oturduğu budağı kəsməyə razı olarmı? Və yaxud da öz dırnağını ətdən ayırmağa nə dərəcədə dözə bilər? Bugünkü bəhsimiz Əhl-i Beyt və Quran fəlsəfəsi bəhslərinin davamında bir çoxlarımızın uzun müddət qəflətə düşdüyü, amma Allahın yanında ən həssas məsələ olan valideyn məsələsidir. Allah Qur'anın bir çox ayələrində ən böyük və bağışlanılmayan günah olan şirkdən sonra, şirk məsələsi və ya ibadət məsələsindən sonra, ən həssas məsələdən sonra valideyn məsələsinə toxunur. Mən bunların ikisini sizin xidmətinizə təqdim edəcəm. Məsələn, İsra surəsi 23-cü ayədə. Allah buyurur ki, Bismillahirrahmanirrahim. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Sənin Rəbbin hökm etdi ki, qəti olaraq, ondan qeyri heç kəsə qul və əbd olmayın bəndələr və fasiləsiz davamıca valideynə. Valideyn biz bir ataya da valideyn deyirik, anaya da. Amma valideyn özü həm ataya şamil olur, həm anaya. İkili deməkdir. Valideyn yəni dünyaya gətirənlər bizi. Valid, validə. Ərəbdə valid, ata, validə, anadır. Valideyn, ata və anavıza ehsan, gözəllik və yaxşılıq edin. Bilirsiniz ki, ibadət onun əksi şirkdir. Ki, digər bir ayəni də oxuyum xidmətinizə. Ən'am surəsində 151-ci ayədə Allah buyurur ki, Əllə tuşriku bihi şey'ə və bilvalideyni ihsan. Belə ki, ona, yəni Allaha heç bir şeyi şərik qoşmayın və ata və anavıza ihsan, yenə yaxşılıq edin. Birinci oxuduğumuz ayədə buyurur, Allahdan qeyri heç kəsə qul olmayın, əbd olmayın və valideynlərinizə ihsan edin. İkinci ayədə buyurur, Allahdan qeyri heç kəsi ona şərik qoşmayın və valideynlər. Qur'an varlıq aləminin həqiqəti və mütləq varlığın özü olan Həzrət Haqq Allahdan nazil olan kəlamdır. Əgər Haqqın özündən belə bir kəlam sadir olursa, düşünməyə dəyməzmi? O halda ki, Allah Qur'anda buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسِ إِلَّا لِيَعْبُدُونِ. Mən Allah, həssas yerlərdə mən deyir. وَمَا خَلَقْتُ. Mən insanları və cinləri yalnız mənə əbd olsunlar, ibadət etsinlər deyə xəlq etdim. Bu cür bizim varlıq aləminə göz açmağımız və varlığın həqiqəti olan Həzrət Haqqdan, Allah Teala'dan cilvələnməyimizin səbəbi öz varlıq həqiqətimizi tanımaqdır. Bu cür prinsipial məsələnin arxasıca Allah deyir, buna görə xəlq olunmusunuz. Bundan sonra ikinci mərtəbə, bu həqiqi birinci kəmal mərtəbəsinə, bəndəlik mərtəbəsinə qayıtmağın ən yaxın yolu ata və anadan keçir. Qəribədir, elə deyilmi? Gəlin bunun
fəlsəfəsinə biraz da varaq. Allah ki, mütləq varın həqiqəti və özüdür. Və var adını alan hər şey onun cilvəsidir. Yusəbbihu lillah ma fis səmavati və ma fil ard. Göylər və yer, yəni bütün yuxarı məqamlar, fiziki və metafiziki fərq eləmir və aşağı məqamlı varlıqların hamısı onu təsbih deyir. Lillah, Allah üçün təsbih deyir. Yəni varlıqdılar deyə həqiqətləri Allahdır. Qanun nədir bütün varlıq sistemində? Hub və buğd. Hub, məhəbbət, məhəbbətdən dırnağı və ətdən ayıranda boğz hissi olur. Boğz yəni düşmənçi, sevginin əksi. Buna fiziki dildə deyirlər, fiziki elmlərdə cazibə və dafiə. Cazibə qanunu. Cazibə qanunundan özünü nə qədər aralayırsansa, həqiqətində əzab çəkirsən. Cazibə qanunu mütləq varlığın həqiqəti olan Haqq Təalanın özündən gələndir. Çünki ondan qeyri bir həqiqət yoxdur. Əgər belədirsə, qalanları hamısı o mütləq bir həqiqət və haqqın cilvəsidir. Hərəsi bir məqamda. Nur misalı vurmuşduq. Özü özünə nur zahirdir. Amma digər şeyləri izhar edəndir. Bir misal ünvanında. Odur Allah buyurur, Allahu nurus səmavati vel ard. Bütün yuxarı və aşağı məqamlı varlıqların hamısının nuru, yəni həqiqəti o haqqdır. Həzrəti Allah Teala. İndi valideyn məsələsini özündən soruya niyə salıb? Hub və boğz, cəzb və dəf eləmək qanunu var burada. Buna görə. Hər şeyin əsli hub və ya cazibə üzərindədir. Allah başda insan olmaqla ondan aşağı bütün varlıqları, özünün bütün cilvələrini niyə sevir? Çünki özünü sevir. O sünnət varlığın həqiqəti olan Haqq Təalanın cilvələrində də var. Çünki cilvələr o həqiqətin özündən qeyri bir şey deyil, ondan ayrı bir şey deyil. Onda nə varsa məndə də o var. Allah insanları və digər bütün varlıqları öz cilvəsi olduğuna görə sevir. Çünki özünü sevir. Hubbuzzat deyirlər buna fəlsəfədə də. Özün özüvə cəzb olmaq, özünü sevmək. Demək, əgər Allah varlığımızın həqiqəti olduğuna görə və biz də o varlığın cilvəsi olduğumuza görə, özünü sevdiyinə görə, biz də özündən olduğumuza görə bizi sevirsə, Allahın bu sünnəsi valideynlərdə təcəlli edir birinci. Niyə? Çünki mütləq var olan Həzrəti Haqqın ən aşağı səviyyəli cilvəsi olan maddi varlıq aləmində valideynin, ata və ananın fiziki varlığının davamı övladdadır. Ona görə onlar özünü sevdiyinə görə övladında, avtomatik olaraq, fitri olaraq onların zatında övlada sevgi var. Görübsüz də, Allah göstərməsin, belə hadisələrlə biz bir neçə dəfə qarşılaşmışıq. Mütləqdir, sizlər də bəzi misalları bilirsiniz. Məsələn, birinin övladı dünyadan köçür, şokdan ayıla bilmir. Bəzən elə sözlər danışır, cəmaət hiss edir ki, bu özündə deyil. Əlində bir şey var, onu axtarır, əlində göstərə və müxtəlif formalarda. Niyə?
Çünki özünün vücududur, öz varlığının davamıdır. Ona görə əvvəldə ərz elədim ki, kimsə öz oturduğu budağı kəsə bilərmi ağlı yerində olan? Və yaxud da ağlı yerində olan öz dırnağını ətindən ayırsan necə olar? Nə hiss eləyər? Məsələ burasındadır. Odur Allah burada prinsipial məsələnin arxasıca ona görə Allah valideyni gətirir. Özündən sonra valideyn. Ona görə ki, varlıq məsələsi gedir. Birbaşa insanın varlıq zatı, var olma zatından söhbət gedir. İndi bu nöqtəyə diqqət eləyəndən sonra gəlin bir sual da verək. Yaxşı. Bəziləri, məxsusən vəhabilər deyə bilər ki, gördünüz, Allah deyir, mənə şərik qoşma və ikincisi də bizə irad tuta bilərlər. İkincisi də özündən sonra valideyni deyir. Sual bizdə də yarana bilər. Bəs biz deyirdik Allah sonra Əhl-i Beyt əleyhimussalam. Onlar valideyndən irəlidir və Allah özünə ibadətdən sonra fasilə qoymadan valideynindən danışırıq. Xeyr. Maidə surəsində məşhur ayə İnnəmə vəliyyukumullah və rasuluh vəllezine amenullezine yuqimunəs-salate və yu'tunəz-zəkəh və hum râki'un. Bilin, sizin vəliyiniz, vəlinin 27 mənası var və isbat etmişik ki, burada vəli lider, rəhbər. Bu da 27 mənasının hamısı bir kökdən qaynaqlanır. Vəli, ərəblər, ərəb dilini bilənlər bilir. Vəli, məsələn, yəli. Vəli, fasiləsiz gələnə deyirlər. Mən gəldim və yəli Zeyd. Zeyd məndən sonra gəldi. Fasiləsiz məndən fasiləsi olmadı. Mən ayağımı götürdüm, o ayağını qoydu. Buna görə bir-birinə yapışan iki şeyə məxsusdur bu vəli. Bunun bir mənası dostdur, bir mənası buradakı kimi vəli, yəni lider, rəhbər. Yapışmalısan ona. Allah buyurur ki, sizin vəliyiniz, yapışmalı olduğunuz bir Allahdır və Rasulü, Rasul, mütləq varlığın həqiqəti olan Allahın zilvəsidir və hum rakiun ki var, ruku halında zəkat verən sünnə şiə hamısı qəbul edirik ki, Həzrət Əli əleyhissalamdır. Deməli, bunlar fasiləsiz olaraq rəhbərlik və vilayət xətti oradan, Allahdan başlayır, Peyğəmbər və Əli və Ali Əli də davam edir. Və yaxud da Həzrət Rəsul-i Əkrəm salavatullah aleyhi məcməin özü buyurur ki, Ənə və Ali əbəvə hadihil ümmə. Ümmətin atası mən və Əlidir. Niyə? Çünki ənə və Ali min şəcərətin vahidə. Mən və Əli bir şəcərədənik. Bunu da danışmışdıq bağlanan kanalımızda. Şəcərə törəmədir. Bir hansı ağacın şəcərəsidirlər? Mütləq varlıq ağacının ki, həqiqəti Həzrət Həqdir, Allahdır. İlahi varlıq ağacının, hər şeyin, bütün varlıq sisteminin kökü olan Allahın və varlıq ağacının bir şəcərəsindəndirlər. Bir üzü Peyğəmbər və bir üzü Əli. Həmin Peyğəmbər buyurur ki, mən və Əli buna görə də bu ümmətin atalarıyıq. Eyni həqiqəti. O atanın bir üzü mənim zamanımda göründü, bir üzü Əlinin zamanında. Buna görə də Allah vaxtı ki bizə deyir, məndən sonra valideynə yaxşılıq edin, o mənin içində Peyğəmbər və Əli və Əhl-i Beyt əleyhimussalam gedir. İndi görün, ata-ananı incitmək nədir? Çünki bir ayədə də buyurur, fəla təquluhumə uff. Uff belə deməyin. Niyə?
Çünki insan öz bədəninə iynə batırmaz ki, dəli olmaz ki. Özünüzü incitməyin. Öz oturduğunuz ağaca balta vurmayın. Əli və Peyğəmbər isə ümmətin atasıdır. Çünki niyə? Dediyimiz bu, həm bu hədislərə əsasən, həm keçmiş bəhslərdə fəlsəfəsini izah etdiyimizə əsasən Peyğəmbər buyurur, Əvvəlu mə xalaqallahu nuri. Bəzi yerdə buyurur, ruh. Allahın ilk cilvəsi mənim nurumdur. Bir tərəfdə də deyir, mən və Əli bir nurun iki üzüyük. Diqqət edirsiniz. Deməli, fiziki və metafiziki, bu fiziki aləmin həqiqəti, varlıq həqiqəti metafiziki aləmdir. Metafiziki aləmin cilvəsidir bu fiziki aləm. Metafiziki aləmin həqiqəti varlığın özüdür. Mütləq varlıq, Haqq Təala. Peyğəmbər buyurur ki, fiziki və metafiziki aləmin nuru mənim həqiqətimdə və Əlinin həqiqətindəndir. Deməli, fiziki və metafiziki varlıq sistemi ilahi, mütləq varlıq sisteminin nuru olan Peyğəmbər və Əlinin vücudundan ərsəyə gəlib. Ki, o varlıq həqiqətinin nümunəsi fiziki varlıq aləmində bizim ata və anamızdan törəməyimizdir. Ata və ana məsələsi bu qədər həssasdır. Bir çox, mən istəmirəm vaxtınızı alam, hadisələr var, gələcək bəhslərdə, istəsəz yazarsınız kommentlərdə, bu hadisələrdən danışarıq. Böyük alimlərimizin yanına gəliblər, ariflərin yanına gəliblər. Hətta bir kəs olub ki, problemi heç cür düzəlmirmiş, Kərbəla türbəti belə veriblər, düzəlmirmiş, ölümə yaxında ariflərdən biri ona məsləhət verir, bilir də arif adamdır, deyir, bunun atasının bundan nəsə narazılığı var. Xırda bir narazılıq. Çünki oturduğun ağaca balta vurmaqdır. İmam Hüseyn və Əhl-i Beyt əleyhimussalam niyə görə bəzilərini tarixdə olub şifayət eləmir? Bilirsiniz də Peyğəmbər sallallahu aleyhi bütün varlıq sisteminin özü onun nurundan cilvələnib. Amma o cavan ki can verirdi, Peyğəmbər təlqin eləyirdi, la ilahə illallah deyə bilmirdi, əşhədü ən la ilahə illallah, şəhadəti gətirə bilmirdi. Anası dedi ki, anasından soruşdu, anası dedi ki, 10 ilə yaxındır bu mənim ürəyimə dağ vurub, mən bundan inciyəm. Dili topuq vurub. Anasına bağışlatdırandan sonra keçir. Çünki Peyğəmbərin nuruna gedən yol belə bizim varlıq, fiziki ən azı varlıq səbəbimiz valideynlərdir. Valideynlərə xəyanət belədirsə, Peyğəmbər və Əhl-i Beytə xəyanət tamam kökdən kökümüzə balta vurmaqdır. Ona görə Allah buyurur, Əti'ullah və əti'ur Rasul və ulil əmri minkum. Allah'a itaət edin və Peyğəmbərdən itaət edin yenə, yəni eynidir. Allahdan itaət, Peyğəmbərdən itaət edin, yəni Allahdan itaət edin deməkdir. 2 dəfə itaət söz getirir. Ulil əmri minkum ki, bütün rivayətləri bilənlər bilir, insafla qəzavət edən əhl-i sünnə, əhl-i şiə Həzrət Əli əleyhissalam idi. Ata və ana məsələsi İslamda, Allah yanında çox həssas məsələdir. Ki, biz müxtəlif farmazonluq deyək də, bəndəliyi belə farmazonluqla eləməyə adət eləmişik. Filan ibadəti eləyim, filan yaxşılığı eləyim, filan kəsə yaxşılıq eləyim, nə bilim, filan bəs mən filan müstəhəb əməllər eləyim. Xeyr, bir çox Əhl-i Beytdən su içən, Əhl-i Beyt öz başda olmaqla, Əhl-i Beytdən su içən bütün ariflər, həkimlər, alimlər əsas məsləhətləri budur. Ata və ananı razı salın. Bir hədis də var, İmam Baqir əleyhissalam buyurur. Biz elə bilirik ki, elə bu dünyada olmalı. Xeyr, İmam Baqir əleyhissalam buyurur ki, bəzi övladlar var, dünyada aqvalideyn olmayıblar. Bütün qulluqlarını ediblər. Amma valideyn dünyadan köçəndən sonra unutublar. Aqvalideyn olublar. Unutmuşuq ki, insan ölümü dadır,
söhbət eləmişdik bağlanan kanalımızda. Ölümü dadır ki, yaşasın. Ölür ki, yaşasın. Valideyn varlığının davamı həqiqət aləmində, bu aləmin pərdə arxasında bərzəxdədir. Valideynin orada bizim əməllərimizə daha çox ehtiyac var. Əməllərin bir hissəsi ən azı gündə bir salavat və yaxud da Fatihə. Bu müstəhəb əməllər, bəzi əməllər də var ki, övlad valideynin vücudunun davamıdır deyə valideynin əməl dəftərləri bağlanmır ki. Nə qədər yaxşılıq etsə, Allah deyən kimi yaşasa və haramlardan uzaq olsa, öz insanlıq keyfiyyətlərini saxlasa, öz vücudunu fiziki ən azından və biraz da mənəvi səbəbi olan valideynə bərzəx aləmində məqam verilir. Və valideyn də pərdələrin daha az olduğu bərzəx aləmində dua edir. Onun duasının nəticəsi bu aləm o bərzəxdən zəifdir. Bura tez təsir göstərir. Və görürsən, bütün qapılar açılır. Məxsusən də sifariş ediblər möhkəm bizə ki, ən azı dünyada rizq ruzinin, bərəkətin inanılmaz dərəcədə başınıza yağmağını istəyirsinizsə, istəyir dünyada olan, istəyir dünyasını dəyişmiş valideynlərinizə bir ağ valideyn olmayın, iki yaxşı əməllər və hədiyyələr göndərin onlara. Bu günlük bu qədər. Allaha əmanət olun.